Mövzumuz isə yenə də Omanda, Məskətdə keçirilən danışıqlarla bağlıdır. Elə şərtləri də birinci bölmədə biz açıqlamış olduq. Olduqca ağır şərtlərdən söhbət gedir. İranın bu şərtləri qəbul etməsi, onun nə dərəcədə siyasi varlığını davam etdirməsi ilə nəticələnə bilər. Bu özü də ayrı-ayrılıqda bir sualdır. Daxildə necə əks-səda doğuracaq bu danışığın nəticələri, ümumiyyətlə nəticə verəcəkmi, bu şərtlər qəbul olunacaqmı? Bəli, bu yöndə studiyamızın qonağı qəzeteci yazar Məmməd Rəhmənifarla müzakirə aparacaq. Məmməd bəy, xoş gördük sizi. Salamlar, sağ olun, var olun, xoş gördük. Buyurun. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Məmməd bəy, bütövlükdə bu danışıqlar barədə ilk növbədə sizin fikirlərinizi eşitmək istərdik. Buyurun. Danışıqların əlbəttə nəticəsi nə olub haqqında açıq şəkildə bəyanat yayınlanmadı. Və heç tərəfdə açıq şəkildə danışıqda nələrdən bəhs edildi, bunu mətbuata demək olar açıqlamadılar. Ən azı bu saata qədər ki, biz danışırıq. Mən nə qədər axtardım, yəni araşdırdım, bəlli bir cavab görmədim. Burada bəzi mətbuatda çox kiçik bir demək olar xəbərlər gedibdir və daha çox demək olar o hədsiyyat və fərziyyat üstündədir ki, nələr danışılıb. Məsələ, İsrail kanallarının biri İran tamamən nüvə məsələsindən vazgeçdiyini iddia edibdir. Amma İran mətbuatı mütləqa bunu məsələ rədd edir və qəbul eləmir. Bir maraqlı məqam budur ki, danışıqlarda Amerika tərəfindən, Amerikanın CENTCOM baş komandanlığı da gəlibdir bu danışıqlara qatılıb, yəni bu müzakirə heyətinin içindədir. Ki bu İrana tərəf bir mesaj da sayıla bilir ki, bilirsiniz bu bölgədə, Orta Doğuda tüm savaşlar CENTCOM tərəfindən demək olar komandanlığı olunub düyünəcək. Bunun şeylərə qatılması, bu müzakirələrə mesaj verir. O birəldən biz baxırıq, görürük ki, Cavan Əraqçı Maskatə ya həman demək olar bu Omman ülkəsinin demək olar baş şəhərinə getmək üçün Təbəsdən hərəkətini başlayır və Təbəs demək olar bir Məşəd tərəfində bir yerdir ki, əlbəttə oranın çöllüyündə İslami devrimdən sonra, İslami inqilabdan sonra Amerika ki, yeni rejimi burada ortadan qaldırmaq istəyirmiş, güya nə qədər qətidir bilmirəm. Bir Pəncə Uqab demək olar bir hərəkatına başlayır. Amma uşaqları o çöllükdə demək olar qum fırtınasına tutunurlar və qum fırtınasının nəticəsi ilə yerdə qalırlar və uşaqlar bir-birinə dəyir, patlayan olur, dağılan olur və ölənləri olur əlbəttə bu arada. Burada Əraqçının üzrüsü belə bir yerdən durub zada tərəf getməsi, müzakirəyə tərəf getməsi, o birəldən dediyim kimi Vitkafın yanına CENTCOM-un baş komandanının gəlməsi, o birəldən eyni müzakirələr sadı, zadın Abraham Lincoln'un İran sularına yaxınlaşması, Abraham Lincoln'un savaş gəmisini deyirəm. İran sularına yaxınlaşması elə ki, mətbuatda deyilir, birbaşa Tehrana hədəf ala biləcək qədər İrana yaxınlaşmış. O birəldən İran eyni gündəki müzakirə olur, füzə, ya raket, ya muşək, mən hər üç kəlməni də deyirəm, üçün fərqli bölgələrimizdə fərqli kəlmələr kullanılır. Raket demək olar azmayişinə başlayıbdır, yəni raket fırlatıbdır, muşək azmayış əncam veribdir. Eynən bu gündə Sipaha bağlı olan bəzən web sitələrdə filanlarda bu İran istehsal etdiyi balistik füzələr nümayiş etdirilibdir. Yəni bu müzakirədən daha çox iki tərəfin bir-birinə o güc göstərisinin kölgəsi altında qalır. Hər iki tərəfində bir-birinə qarşı bir çeşid güc nümayiş etdirir, güc göstərisi edir. Onların kölgəsi altında qalır. Buyurun, başqa suallar olsa mən istədim bir ümumi bir vəziyyət açıq.
Elə son dəqiqə məlumatlarından bəhs etmək istəyirdim. Sizin də qeyd etdiyiniz kimi daha detallı, daha geniş məzmunlu informasiyalar mövcud deyil. Danışıqlar tam olaraq nə ilə nəticələndi? Hətta məlumatlara görə müxtəlif raundlarda hətta davam etməkdədir, müxtəlif mərhələlərdə və ən son 3-cü mərhələsinin başladığı məlumatı da var. Hökumət xəbər agentliyi paylaşıb ki, Məskətdə keçirilən İran-ABŞ danışıqlarında Tehran iqtisadi və maliyyə sanksiyalarının tamamilə ləğv ediləcəyinə dair konkret zəmanətlər tələb edir. Eyni zamanda Əl-Cəzirədə danışıqların 3-cü mərhələsinin bir neçə dəqiqədən sonra başlayacağı vurğulanıb. Bir neçə dəqiqə öncə bu barədə məlumat paylaşılıb. Eyni zamanda məşhur Haaretz nəşri də belə bir məlumat paylaşıb ki, görünür ABŞ İranın ballistik raket proqramını, eləcə də Tehranın regional müttəfiqlərinin fəaliyyətini İranla danışıqların gündəliyinə daxil etmək üçün əvvəlki tələbindən geri çəkilib deyə məlumat yayılıb. Eyni zamanda İsrailin 13-cü kanalı isə bildirir ki, bu danışıqlar nəticəsində bəlli oldu ki, İranın zənginləşdirmə işi əbədi olaraq bağlandı. Buyurun. Bəli, mən dedim İsrail kanalı elə yazır. İran tərəfinə baxdığımızda tam fərqli bir mesajlar alırıq. Onun üçün deyirəm. Buraya da əlbəttə 90 dəqiqə görüşmələr olubdur, amma bu görüşmələr üz-üzə olmayıblar. Bu da İran İslam Cumhuriyyətinin oyunbaz hərəkətlərinin biri və əlbəttə Trump'ın da çox fərqli demək olar bir hərəkət sayılır. Çünki Trump ilk demək olar o keçən dövr müzakirələr başlandığından öncə birbaşa Xamneyə məktub yazdı və o çox maraqlı bir hadisə idi. Yəni Trump bunu bilir və bu mesajda verdi ki, bu ölkədə hər nə var Xamneyin əlindədir. Boşuna nə bu Xarici İşlər Naziridir, nə bu diplomatdır, bu Cumhurbaşqanıdır. Bunlarla vaxt öldürməyi istəmədiyini dilə gətirdi və birbaşa Xamneyə məktub yazdı. Amma Trump ki, birbaşa Xamneyə məktub yazmışdı və Xamneydən cavab istəyirdi və üz-üzə demək olar cavab istəyirdi. Biz baxırıq, görürük ki, İranın bu diplomasi oyunlarına Trump da uyubdur və mən bilmirəm pərdə arxasında bəlkə Trump'ın da zaman qazanmağa ehtiyacı vardır. Bəzi şərhçilər də bunu dilə gətirirlər ki, Amerikanın bölgədə demək olar düzdür, savaş gəmilərini gətirdi bölgəyə, amma hələ o yetərincəyə qədər o savaş hazırlıqları mükəmməlləşməyib, təşmil olmayıbdır və onun üçün Trump'ın və ABD-nin ya ABŞ-un da zamana ehtiyacı vardır və bu müzakirələrlə zaman qazanmaq istəyir. Bəzi şərhçilər, siyasi şərhçilər bu sözdə ortaya qoyurlar və bu bir açıdan beynə batar, amma Trump'ın da zaman-zaman geri addım atmalarına biz şahid olmuşuq. Onun üçün nə qədər bu şərh doğrudur, yanlışdır, bunu da düşünmək lazımdır. Məsələn, Trump ki, birbaşa Xamneyə məktub yazır və çox açıqca deyir ki, mən diplomatlarla, bu Xarici İşlər Naziri ilə filanla danışmaq istəmirəm, ölkədə qərar verici ki, bir nəfərdir, fərq bir nəfərdir və onunla danışmaq istəyirəm. Biz baxırıq, görürük, keçən dövr müzakirələrdə uzun bir müzakirələr oldu, bir aydan çox müzakirələr oldu. Əlbəttə, onda deadline verilmişdi, yəni o bəlli bir tarix belirləmişdi. Bu dəfə də eşitdiyimə görə Çinə İrana deadline veribdir. Və buna hətta Trump'dan soruşanda deyir ki, mən özlərinə demişəm, özləri bilirlər. Yəni, bəlli bir tarix. Əgər bunları biz diqqətə alsaq, o zaman o siyasi şərhçilər ki, deyirlər, Trump'ın özünün də burada zaman qazanmağa ehtiyacı var, o şərh daha doğru çıxacaqdır. Çünki açıqca Çinə də deyirəm, bu müzakirələri müzakirəyə bənzətmək olmur. İki tərəf bir-birinə güc göstərisində, güc nümayişində bulunur, müzakirə günündə işarələdir. Bir tərəfdən Selkam, bir tərəfdən Abraham Lincoln savaş gəmisi, bir tərəfdən İranın raket ya füzə ya muşək fırlatması, bir tərəfdən Əraqçının Təbəsdən qalxıb oraya getməsi, halbuki Tehrandan ya Məşəddən ya başqa yerdən qalxarlar normalda getmələrinə. Hər iki tərəf bir növ güc göstərisində bulunmaq istəyir. O birəldə müzakirələrin də Çinədə deyirəm, çox gülünc hali budur ki, iki diplomat hər ikisi də oturublar Məskətdə, amma bir-birləri ilə görüşmürlər. Bu sözlərini demək olar Ummanın Xarici İşlər Nazirinə deyir, Xarici İşlər Naziri bunları ötürür, eşiyə Amerikalılar gəlsin, onlar sözlərini deyirlər və toplamda indi bu get-gəl 90 dəqiqə müzakirə olubdur. Yəni bu 90 dəqiqədə bəlli ki, çox ciddi bir şeylə danışıla bilməz.
nəzərdə alınca ayrı-ayrı bu 90 dəqiqə, yəni hər 45 dəqiqə bir tərəfə, 45 dəqiqə bir tərəfə, arada get-gəl təşrifatı və bunları da biz nəzərdə alacaq. Bu müzakirələrdən ən azı buraya qədər çox şey gözləmək olmaz. Amma sizin dediyiniz kimi İran təhrimlərin ya ambargoların ya sanksiyaların qalxmasını ortaya təbii ki qoyacaqdır və bu aslında mətbuatda da yayınlanır. Amma İran demir ki, qarşısında nə vermək istəyir və nə verəcəkdir, bunu demir. O biri tərəfdə sadəcə İrandan nə istədiklərini deyir və İrana nə verəcəklərini dilə gətirmir. Baxın, heç tərəf o gerçəyi olduğu kimi açıqlamır mətbuata. Hər tərəf öz tərəfindən dedim iddialarını ortaya qoyur. Amma biz qabaqcadan Amerikanın tutumunu bilirik, Amerikanın tutumunu qabaqcadan bilirik. Nələrin üstündə dayanıbdır, nüvə məsələsini 0 dərəcəsinə yendirmək istəyir, hətta zənginləşməyi 0 dərəcəyə yendirmək istəyir. Demək olar, o nüvə zənginləşdirməsi, uranyum zənginləşdirməsini 0 dərəcəyə, İranda mövcud olan uranyumun 3-cü bir ölkəyə daşınmasını istəyir. Balistik füzələri sınırlanmasını istəyir, yəni İsraili təhdid etməyəcək qədər demək olar, uzun mənzilli balistik füzələri durdurmasını istəyir, bölgədə proksi güclərinin dayandırılmasını istəyir, onları dəstəkləməkdə maliyyələşdirməyi və eyni halda İsraili rəsmiyyətə tanımasını istəyir. Baxın, bunlar izahlar ki, İran mətbuatı çox bunlara yer vermir, elə sadəcə, bəli, biz getdik orada dedik ki, ekonomik demək olar, ambargolar ortadan qalxmalıdır. Çox gözəl, çox güclü adamsınız ki, getdiniz bu söz dediniz, amma qarşısında nə verdiniz? Ya nə vermək istəyirsiniz, ya nələr vəd elədiniz? Bu haqda tam olaraq susurlar və sanki Amerika bunlar, hətta mən İran xəbər kanalına baxırdım, yəni İran rəsmi televizyonunun xəbər kanalına baxırdım. Elə danışırlar ki, Amerika yazıqlıqdan gəlib bunlara yalvarır ki, gəlib müzakirə edək. Cidden bunu bir həmasi bir demək olar tavırla orada anladırdılar. Sanki bunlar yuxarı demək olar yerdə oturublar və Amerikadır ki, gəlib bunların ətəklərinə, bunların ayaqlarına düşüb ki, illa sizallah yalvarıram, gəlib müzakirə edək. Ki, əlbəttə bunların biz deyərik daxili məsrəfi vardır. Yəni içəridəki insanları oyalamaq, içəridəki insanları yalan bilgilər verməklə güya biz çox qəbil və ciddi və bəlli bir kəsim də vardır İranda yaşayan ki, bu böyüklükdə yalanlara əlbəttə inananlar da vardır. Bunu da nəzərdə alaq. Yalana inanan olmasa yalan ortaya çıxmaz. İnananlar var ki, bu yalanlar told olunur, ürətilir və xalqa sunulur. Nəticədən bu bəli, biz günləri gözləməliyik, amma mən bir cümlədə istəsəm deyəm, mən bu müzakirələri müzakirə etmək üçün müzakirə etmək dəyərləndirirəm. Ən azı bir gün səhər saatdakı müzakirəni müzakirə etmək üçün müzakirə etmək. Yəni, başqa bir nəticə ən azı bir gün səhər saatdakı söhbətlərdə başqa bir nəticə alınmayıb və İranda ustaddır bu işdə. Yəni, İran ustaddır müzakirə etmək üçün müzakirə etmək demək olar stratejisini, yapılanını iləri aparsın. İllər boyu Avropalıları bu cür süründürdü və Trump'a da belə bir planı vardır. Təbii ki, indi pərdə arxasında Trump gerçəkdən keçən dəfəki kimi ciddidir. Verdiyi o time deadline ki vermişdi və 60 gün idi və 60 gün dolduğu gün İrana saldırdılar. Bu dəfə də özü bir demək olar ciddidir bu verdiyi ultimatum, bu zaman demək olar deadline ya yox bu dəfə İranın feylinə uyacaqdır, İran onu başda oynada biləcəkdir. Bunu gələcək günlərdə biz şahid olacaq. Aydındır Məmməd bəy, sizə minnətdarlığımızı bildiririk dəvətimizi qəbul etdiyiniz üçün və maraqlı fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun.